Kimlər məni eşidirsə o şəxslərdən, o kanal sahiblərindən mən onlara deyirəm ki, Elşad Mirini dəvət etdiyiniz kimi bizi də dəvət edin. Gələk, oturaq, çəkin, bütün xalqa göstərin. Sualları verək və Elşad Miriyə verdiyiniz sualları bizə də verin. O sualları biz də cavablandıraq və hər birini elə Quranın özü ilə, hədislərdən də deyil, Quranla. Biz hədisləri qəbul edirik, lakin biz görürük ki, siz hədislərdən də meyl eləyən adamlarsınız. Ona görə hədislə deyil, elə Quranla Allahın izni ilə sizin suallarınızı cavablandırmağa hazırıq. O ki, qaldı Elşad Mirinin özünə, onunla debat eləməyə, Elşad Miri ilə debat eləməyə hər zaman hazırıq. Lakin bilirik ki, Elşad Miri bunu bacarmaz. Niyə görə? Ərəb dilində cahildir. Ərəb dili dinin açarıdır. Bir qapının açarı yoxdursa, o qapını necə aça bilərsən? Sındırmalısan o qapını ki, daxil olasan ora. Elşad Miri açarsız gəlib, sındırıb, girib içəri, ona görə hər şeyi bərbad eləyib. Amma qaldı ki, debat eləməyə, Elşad Mirinin tərəfdarlarına deyirəm ki, hər zaman Elşad Miri ilə debat eləməyə hazırıq. Allahın izni ilə gözləyirik Elşad Mirinin bizim bu təklifimizi qəbul etməsini. Lakin debatın əvvəlində ilk olaraq başlayacağıq ərəb dilindən. Quran-ı Kərimdən ayələr qoyarıq və o ayələri kitablara uyğun, ərəb dilinə uyğun, qrammatika qaydalarına uyğun tərcümə edərik və o ayələr ki, Elşad Miri o ayələrin tərcüməsində bizim səhv etdiyimizi deyir. Və sizin gözünüzün qabağında o ayələri açacağıq və tərcümə eləyəcəyik. Əgər biz xəta etmişiksə, dönəcəyik. Əgər Elşad Miri xəta edibsə, özünün söz verdiyi kimi elə 10-11 milyon xalqın qarşısında deməlidir ki, mən xəta etmişdim, bax bu insanlar mənə onu göstərdilər. Hər zaman onunla debat etməyə hazırıq. Hər zaman. Bu da bizim sizə olan cavabımız. Vəlhamdülillahi Rabbil aləmin.